وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Elhamdülillah. Necə qeyd etdiyi, ailə həyatı qurmaq vacibdir. Vacib məsələlərdən biridir. Peyğəmbər sallallahu aleyhi ve sellem də diqqət edeyim. Həmçə ayələr var. Buna işarə edeyim bu məsələyə. Və lakin ailə həmçinin məsuliyyətdir. Məsuliyyətdir. Çünki ailə də balaca bir dənə dövlətdir. Kişi orada hakimdir. Gerək düzgün siyasət qura gerək. Siyasəti düzgün olsa, elhamdülillah, ailəsi də rahat olacaq, ona münasibəti, əlaqəsi və s. Və ailədə təbii ki, ən birinci böyük kişidir. Böyük kişidir. Allah subhanahu ta'ala düzdür. İslam dini qadına hüquq verir. Yəni, İslam dinindən qabaq qadının haqları yox idi. Baxmayaraq, dinlər var idi, gəlmişdi, amma o dinlərdə insan, qadın haqları zəif idi, yox idi. Lakin İslam gəldi, qadına hüquq verdi, qadını saydı və ailədə böyük kişi olmalıdır, kişidir. Hətta ailədə bərəkət olsun. Əgər qadın böyük olsa, bərəkət gedir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Ən birinci budur, qayda. Sonra qadın. Kişi gərək öz qadınla ən vacib məsələlərdən biri hörmət eləyə, yaxşı davrana. Allah subhanahu ta'ala buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ. Yəni, öz əhli beytimizdən, ən yaxınımızla, ən yaxında qadındır kişiyə. Yəni, yaxşı davran. Yəni, o mənada ki, zülm etmə, haqlarını tapdalama. Yəni, sən böyük olsan da ailədə, o demək deyil, hər şey eləmək olar. Yəni, hörmət eləmək lazımdır. Həm kişi öz qadınla hörmətlə yanaşmalıdır, qadın da öz ərinə hörmətlə yanaşmalıdır. Qadın da bilməlidir ki, ərinə tabi olsun, şəriətə müxalif olmayan məsələlərdə saysın. Çünki gələcəkdə uşaqlar da görəndə ki, ana atanı sayır, uşaqlar da başlayacaq atanı saymağa. Çünki qadının təsiri böyükdir. Qadın məsələn, Allahın izniyle kişini hətta bütün insanların gözünə hörmətli eləyə bilər. Həmçinin də alçalda bilər. Ona görə ehtiyatlı olmalı qadınlar. Məsələn, ərinə hörmət eləməlidir, öz uşaqlarının birinci yanında. Sonra qıraqda da həmçinin. Çünki qıraqda olanda görəndə ki, qadınlar, hətta başqa qadınlar o qadın öz ərinə necə hörmətlə yanaşır, onlar da hörmətlə yanaşacaqlar. Yox, əgər oturub başlayacaq pisləsə, onların gözündə də pisləşəcək. Ona görə qadının təsiri böyükdür. Qadın, ona görə çox vaxt görürsən ki, qadınlardan istifadə edirlər. Qadınların qəlblərini girirlər, fəsad eləmək üçün. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Bəni İsraili qadınlar həlak elədi. Qadınlar həlak elədi. Və ona görə qadın məsuliyyət hiss eləməlidir, necə ki kişi. Ərinə tabi olsun. Qadın bilməlidir ki, cənnətə düşmək üçün ərinə tabi olsa, ərinin razılığını qazansa, cənnət var o qadına. Yəni, bunu göstərir ki, ailə həyatı qurmaq cənnətə düşmək üçün ən böyük səbəblərdəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o qadın ki, əri ondan razı olaraq dünyasını değişsə, onun üçün cənnət var. Sonra həmçinin bu məsuliyyət kişinin məsuliyyəti, övladlar üzərindədir. Çünki məsuliyyət yəni nədir? Yəni sən soruşulacaqsan.
Sən öz qadını barədə soruşulacaqsan. Qadın da həmçinin öz əri barədə, həmçinin uşaqlar barədə məsuliyyət, yəni soruşulacaqsan. Çünki valideynin təsiri böyükdür. Ailə ən birinci məktəbdir və ən güclü məktəbdir. Ona görə ailədə qadın, kişi tərbiyə məsələlərində ciddi olmalıdır. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, hər bir Adəm övladı fitrə üzərində doğulur. Yəni Allahı tanıyaraq. Lakin sonra nə deyir? Sonra valideynləri onu nəsrani edir, valideynləri onu xaçpərəst edir və ya cud edir, valideynləri onu məcusi edir. Yəni valideynin təsiri böyükdür. Və nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tərbiyə mövzusunda valideynlərin boynundadır. 7 yaşında namazı deyin. Baxmayaraq namaz fərz deyil 7 yaşında. Namaz fərz deyil 7 yaşında. Lakin şəriət nə deyir? Gözləmə fərz olsun 14 yaşında, 13 yaşında. Ondan qabaq artıq hazırlaşdır. Tərbiyələ. Tərbiyənin vasitələrindən biri ibadətdir. İbadətdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ki 7 yaşında artıq namazı deyil. Namaz özü tərbiyədir. İnsanı tərbiyələndirir. Adam görürsən ki onu heç nə deməyib. Lakin ibadət etdikcə tərbiyələndirir. Çünki ibadət eləyən sözünə fikir verir, danışığına fikir verir, hərəkətlərinə fikir verir. Artıq hamı baxır ibadət eləyənə. İbadət eləyən seçilir. Ona görə özünə fikir verməyi başlayır. Yəni namaz özü tərbiyədir. İnsan nəinki ruhunu tərbiyələndirir, həmçinin əxlaqında tərbiyələndirir. İnsanlarla münasibəti tərbiyələndirir. Və ona görə ailə həyatı mühümdür. Əgər kişi o məsuliyyət ki boynundadır, ailəsi üzərində, qadınla münasibətdə, övladlarla münasibətdə düzgün ödəsə, elhamdülillah o ailə möhkəm olacaq, mehribansılıq olacaq, hörmət olacaq və elhamdülillah görürsən uşaqlar da həll olacaq. Uşaqlar da görürsən fayda verəcək həm ölkəsinə, həmçinin dininə, müsəlmanlara. Və çalışma lazımdır. Yəni möhkəm ailə qurmaq. Möhkəm ailə qurmaqda onun səbəbləri var. Sadəcə bəzilərini burada qeyd etdim. Çünki ailələrin möhkəm olmağı, cəmiyyətin də möhkəm olmalıdır. Cəmiyyət, ne üçün? Cəmiyyət ailələrdən ibarətdir. Lakin təəssüf ki, görürsən, eşidirsən, boşanmalar çoxalır və s. Bu hadisə nə ki bizim ölkəyə aiddir? Hər yanda bu saat dünyada edir ki, bu telefon koruyub çox şeyi, boşanmalar da çoxalır. Ona görə biz çalışmalıyıq, ailələri qoruyaq, çalışaq, möhkəm olsun səbəblərdən, o səbəblərdən istifadə edək ki, möhkəmliyi aparır, möhkəmləndirir. Lakin o səbəblərdən tutsan ki, zəiflədir, gedəcək zəifləmə. Səbəblər var, çünki problemlərin hamısının əvvəlində səbəblər var. Sən bilginən ki, əgər o səbəblər ki, ailəni zəiflədən səbəbləri götürmüsənsə, zəiflətməyə özün geysən ailəni. Aydın mı qardaşlar? Ona görə biraz ciddi olmaq lazımdır, biraz ailə dəyərlərinə diqqət eləmək lazımdır, fikir vermək lazımdır. Amma mühümdür qardaşlar. Və qardaşımıza da tövsiyə edirik. Dua edirik ki, Allah Taala da onun ailəsinə xoşbəxt eləsin, mübarək olsun və təbrik edirik onu. Və Allah müsəlmanlara kömək olsun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.